Nə yaradaq? Elə kursdan gedək. Bir dənə kursumuz var. Kurs açmışıq. Dil kursudur tutaq ki. Kursun içində qruplar var. Və hər kurs yeni qrup açır. Yəni siz 10 nəfər yığıldı, yeni qrup açırlar. Bu tələbələr yığılır o qrupa, dərs keçirlər də buna. İndi bizim birinci kursumuzun və nəzərə alaq ki, bizim yazdığımız proqram 5-6 dənə kursda işlənir. Hər kursa satmışıq bu proqramı. Ona görə kursların da ayrı table olmalıdır. Burada olur kurslar. Hər şeydə hələ ki Azərbaycan deyəcəm. Kurslar table-ımızı. Kursların nəyi var? ID-si var. Kursların nəyi var? Name-i var. Adı var. Azərbaycan adı. Hələ ki bəs edir kursun. Ünvanı falan da yaza bilərik. Kursun ünvanı. Yəni elə bura adres deyəcək yaxşı. Oxu vurduz, yeni sətir əlavə edir. Adres, ünvan. Kursun ünvanı da var da. Ünvanı aradı. Və əlaqə nömrəsi yaza bilərik kursun. ID-si, adı, ünvanı, nömrəsi var kursun. İndi kursun dedik nəyi var? Qrupu var. Yeni bir dənə qrup table yaratmalıyıq da onda. Bunu bastıq. Yeni table yaradırıq. Qruplar. Okay. Qrupun nəyi olacaq? Yenə ID-si olacaq. Və qrupun adı olacaq yenə. Qrupun hansı kursun qrupu olduğunu bilməliyik də. Yəni sən kurs açmısan, adını qoymuşsan, nə bilim, yeni kurs. Onun da ID-si olmalıdır. Burada kurs ID. Yəni bu bildi ki, bu qrupun hansı kursundur. Onu biləcəyik. İndi bunun əlaqəsini necə qururuq? Buradan oxu götürürük və buradan. Aparırıq, dartırıq, qoyuruq bura. Yəni bu dedi ki, bu kurs buna bağlıdır. Oxunuzun gördüm, burada kurs ID-ni qoydum bura ID-yə. Sxemanı əlimizlə qururuq. İndi birazdan real proqramda database yaradacağıq. Orada sxemanı göstərəcəm ki, o da belə qurur onsuz da. Aydındır burası. İndi qrupun da tələbələri var. Bir dənə table yaradıram. Gəl. Yeni cədvəl yaratdıq. Adını nə qoyuruq? Tələbələr. Tələbənin nə oldu? ID-si, adı, soyadı və tələbənin də telefon nömrəsini qoyuram. Bunu niyə qoyuram? Tələbənin nömrəsini. Bayaq sən soruşdun nəyə? Burada da nömrə var, burada da var. Yəni bu tələbənin nömrəsidir, bu kursun nömrəsidir. Bir-birinə heç bir əlaqəsi yoxdur. Atributdur. Bax, bu nədir? Bu bizim cədvəlimizdir, table'dır. Bunlar nədir? Atributlarıdır. Yəni kolumlarıdır, sütunları. Hələ biz dəyərlərinə, sətirlərinə keçməmişik. Yəni tələbənin adını, soyadını bura yazın, bura yazın Mercedes Galen Vagen. Yəni ona hələ keçməmişik. Ona birazdan baxacağıq ki, onu database qurandan sonra içinə məlumat daxil edin. Məlumat daxil eləmək də sizin işiniz deyil. Sizin işiniz cədvəli qurmaqdır. Siz bu dəqiqə biz nələr keçirik? Biz database keçirik. Sizin işimiz verilənlər bazasını qurub təhvil verməkdir. Sonra proqramist onun proqramını yazacaq. Müştəri də gələcək, öz məlumatını daxil edəcək. Yəni müştəri məlumatını daxil edəndən sonra ora düşəcək Mercedes, nə bilim nə falan filan. Və tələbədə nə olmalıdır? Tələbədə bir dənə də olmalıdır, qrup ID. Ona görə burada nə yazırıq? Qrup ID. Sıralamanın önəmi yoxdur da. İndi bu bura düşdü. Bunu sürüşdürüb alta qoya bilərik. Və qrup ID də nəyə bağlıdır? Gəlir, bağlanır qrupa. İndi biz tələbənin kursunu necə tapa bilərik? Tələbə hansı kursda oxuyur? Tələbənin kursunu tapırıq. Bu tələbə bu qrupdadır. Tələbədən qrup ID-ni tapdıq, hansı qrupdadır? Qrupun da kurs ID-sini tapdıq. Hə. 2 dənə left join verəcəyik. Select tələbələr. İndi ikinci 45-ə 3-yə qalır. İkinci 45-də bunun real table-ını quracağıq. Verilənlər bazasında MySQL-də quracağıq. Hələ ki biz xırda baxırıq da. İndi böyütsəm çox olacaq axı. Hə? Hələ ki balaca baxırıq da, bu içinə baxırıq. Tələbələrin qeydiyyatına aparırıq hələ, dərsə baxmırıq. Yəni bu kurs yarandı, kursun içində bu qruplar var, bunda bu tələbələri var. Böyüdə bilərik, kursun yaza bilərik, bax kursun qrupa yaza bilərik sahada. Qrup hansı saatlarda dərs keçir, həftənin günlərinə görə eləməliyik. Çox böyük yer, yəni həftənin günlərini ayrı tutmalıyıq, hansı gün hansı dərs keçməliyik. Hələ ki bunu eləyək. Görün ki, Mercedes-i yazmamaq lazımdır, ad soyad yazmamaq lazımdır. Orada janrı bura yazmamaq lazımdır. Yəni bax janr da bunun kimidir. Sən janrı yazmışdın. O da qrup var. Yəni janr qrupdur. Yəni qrupları ayırırsan, sən də janrları ayıracaqdın. Burada kitablar idi, burada janr aid olacaqdı. Yəni hamımız da eyni şeydə birin çox əlaqə qurmuşduq. Burada 2 dənə birin çox əlaqə var. Birinci birin çox əlaqə kursla qrup arasındadır. Digəri də qrupla tələbə arasındadır. Tələbə ilə kurs arasında real, yəni belə fiziki olaraq bir əlaqə yoxdur da. Baxırıq, bu ikisi bir-birindən əlaqəli deyil. Amma dolayı yolla tələbənin kursunu tapa bilirik. İndi göstərəcəyik select-inə necə tapacağıq. Select yazacağıq, query yazacağıq. Orada tələbənin qrupunu, qrupunda kursunu yazacağıq, çıxaracağıq. Tələbələrə kurs ID. Bax, o normanın pozulmasıdır. Birinci norma nə dedik biz? 3 dənə norma saydıq. Birinci, ikinci, üçüncü normalar. Table'ları ayırmalıyıq, hər birini ayrı-ayrı saxlamalıyıq.
bizə lazımdırsa həmişə tələbənin qrupunu yox, həmişə kursunu götürürüksə, heç bizə qrupunu lazım deyilsə, hansısa bir cədvəldə, yəni hansısa bir səhifəmiz var, veb səhifəmiz. Burada tələbənin yanında həmişə kursunu göstəririk, qrupunu göstərmirik. Bu zaman sorğunu optimallaşdırmaq üçün, daha sürətli eləmək üçün kursun ID-sini birbaş buraya yaza bilərik. Amma o zaman təkrarlanma olacaq. Bir tələbə, bu qrupun içində 10 dənə tələbə var, hamısı eyni qrupda oxuyur. Və hamısında eyni kursu olacaq. Yəni təbii ki, qrupların hamısı eyni kursu olacaq. Ona görə orada təkrarlanma olacaq. Hansı ki biz onsuz zaten qrupdan tələbədən qrupa, qrupdan kursa gedə bilirik də. Yəni bunu eləyə biliriksə ora yazmağın nə mənası var? Sadəcə sürətli istəyiriksə olsun, 2 dənə join yox, 1 dənə join yazaq. O zaman eləyə bilərik. İndi burada eləməyəcəyik. Amma olur ki, bəzən belə əlaqə o qədər gedir ki, yəni belə gedir də, yəni bir 10 dənə join qurursan. Sənə lazımdır ki, ən axırıncını həmişə göstərirsənsə, onu bura qoya bilərsən. O da necə olur? Proqramla save eləyəndə onun ID-sini orada yazırıq. Biz qurduq sistemimizi, nə idi? Kursumuz var, kursun qrupları var, qrupunda tələbələri var. Tələbə ilə qrup arasında birin çox əlaqə var, qrupla da kurs arasında birin çox əlaqə var. İndi bunu real şəkildə MySQL ilə quracağıq. Nə edirik MySQL? Açıq mı? Necə? Yox, MySQL-i hələ ki keçməmişik bizim. Rəsmi olaraq silabusda MySQL keçirməyib. Sadəcə indi modeli qururuqsa, mən modeli sizə izah eləmək istəyirəm ki, bu model verilənlər bazasında necə görsənir. Yəni bilin ki, Mercedes yazmamaq lazımdır orada. Ona görə bax, new table yaradırıq. Səssiz. Yeni cədvəl yaradırıq. Cədvəl deyil bu da, verilənlər bazası yaradıram hələ ki. Adını da qoyuram kurslar. Yəni cədvəlimizin də adı kurs olacaq. Yəni çox şey eləməyin də ki, bu ikisi eyni adı ola bilər, normaldır. Yeni verilənlər bazamız yaransın. Baxın. Demək bizim 3 dənə table'ımız var idi orada. Birinci table'ımız nədir? Kurslar. Yəni kurs table'ını yaradırıq. Yox, nəyin deyəsən, burada var, buradan baxıb bura qurulur. Kurslar var. Kursun nəyin yaradacağıq? Kolumların yaradacağıq. New column, ID, not null. Hələ ki primary key adı verəcəm yaxşı. Verim şey sonra deməyin ki, niyə bu düz olmadı. Kursun nəyi var idi? Adı var idi. Varchar verirəm. 50 simvol. Not null. Sonra nə var idi kursda? Ünvan, nömrə. Ünvan var. Varchar. 100 simvol. Tutaq ki. Və yeni kolum. İşte görək. New kolum. Telefon. Varchar 20. Okey, bizim kurs cədvəlimiz hazırdır. Sadəcə qalır bunun primary key'ini yaratmaq. Onda nə edirik? İndeksə gəlirik. New primary key. Bunları bilirsiniz də, keçmişik. ID. MySQL-də bir də keçəcəyik, narahat olmayın. Yəni qavramamışsınızsa bir dəfə də keçəcəyik. Zaten qabaqcadan keçdiyimiz şeylərin hamısı gələcəkdə keçiriləcək dərslərdir. Qabağa salmışam ki, yəni dəfələrlə keçək yeni dərsləri ki, öyrənə biləsiniz. Gəl. Salam. Əniz kimdir? Çox çəkəcək? Nə qədər çəkəcək? Nə qədər çəkəcək? Neçə dəqiqə çəkəcək? Çıxmazsınız, çıxın. Amma gözləməyəcəm, davam edəcəm bəs. Okey. Tələbələr hazırdır. Baxın. Burada tələbələrin içində görürsünüz, sütunlar yaranıb. Ad, ünvan, telefon. Biz qurduğumuz, bu ki var, budur. İndi bunun içində nəsə kurs yaradanda, yəni kurs açdıq, adını yazdıq bura. O veriləndir. Siz götürüb hamınız verilənləri bura yazmaq istəyirsiniz. Sxemada verilən olmur. Aydındır. Demək, Dəniz xanım, bu bizim kurs table'ımızdır və bunun atributlarıdır, sütunlardır. O gəldi bura yaradanda belə düşürüyorsunuz, sütunlar, başlıqlarıdır. Bu yazmışdır. İndi tutaq ki bu markalardır, model table'ınızdır sizin və burada yeni marka yaradanda Mercedes bura düşür. Yəni Mercedes burada olur. Mercedes burada olmur. Yəni biz burada bunları yazırıq. Default başlıq yerinə də Default başlıq deyil. Atributlardır. Default ayrı şeydir, yəni qatma. Və bu kurs cədvəlin adıdır. Bunun atributların adıdır, yəni sütunları. Bu atributlardır. Okeydir burası. İndi yaradırıq növbəti table'ımızı.
Hə. Bax, bunlar sütunlardır. Bax, bunlar sütunlardır. Cədvəlini siz qurursunuzsa, siz developersunuz da. Yəni siz sütunları qurmalısınız. Sizə maraqlı deyil bu dəqiqə sətirlər. Sətirləri test eləmək üçün hər sətir əlavə elədim, baxdım sətirlərə. Yeni table yaradırıq. Salam. Növbəti table'imiz nədir? Qruplar table'ıdır. Qrupları yaratdıq. Qrupların sütunlarını yaradırıq. Nədir? ID-si var hər zaman. Not null after increment. Yeni qrup yaradırıq. Yeni sütun yaradırıq. Qrupun nəyi var idi? Adı, fisiya. Bir də kurs ID-si var da. Ad, comment lazım deyil. Varchar, 100, tutaq ki, not null və növbəti kurs ID. Bu bizim nədir? Xarici açarımızdır kurs ID əslində. Foreign key'imizdir. Çünki əlaqə yaradacaq kursla bunun arasında. Int qalır, not null qalır. İndi gəlirik bunun indekslərini yaradırıq. İndeksdə nədir? Keylərimizi yaradırıq da. Primary key'imiz nədir burada? Kursda primary key, qrupda primary key qrupun öz ID-sidir də. İndi yaradırıq foreign key'i. Foreign key nədir? Hansı table-dan əlaqə quracaq göstərir. Qrup nə ilə əlaqə edir? Kursuna. Kurs seçdik target table-ımız və burada seçirik bu table-da kursun ID-si gedib kurs table-ındakı ID ilə bərabərləşməlidir. Və bunu da seçirik kaskad. Burada on delete-də no action-la kaskadın fərqi nədir? Yadınızda qalan var. On delete-də no action-la kaskad. Nə fərqləri var bunun? Yəni burada no action qaldı ya kaskad seçdik. Birində səhvlərimizə gələk başqa bir table silməliydik. Yəni ikinci table silməliydik ki, birincisini silməliydik. Əgər orada kaskad heç nə seçməsəydik burada, qalsaydı no action, kursdan hansısa bir kursa siləndə onun qrupları silinməyəcəkdi. Qalacaqdı, ID-lər boşda qalacaqdı. Yəni bu ID yoxdur faktiki. Amma kaskad seçəndə həmən kursu silirsə, həmən kursun qrupları silinir avtomatik. Yəni onu silən kimi bu da avtomatik özü silinir. Səndən eləmirsən. Okay, qruplar da hazırdır. Qaldı tələbələr. Test tələbələr yaradaq. New table tələbələr. Bunun kolumlarını yaradırıq. ID not null auto increment. New kolum. Nəyi var? Adı. Varchar. 50. Not null. New kolum. Soyadı. Varchar. Not null. New kolum. Soyad nömrəsi. Nömrə 20. Nə qaldı? Adını, soyadını, nömrəsini yazdıq və tələbənin nəyi var? Kursu var. Hansı kurs etdiyini bilməliyik. Hansı qrupda olduğunu bilməliyik. Onları qrup ID qaldı. Qrup ID-ni də yazırıq. Not null qoyduq, integer saxladıq. İndi gəlirik indekslərini yaradırıq. New primary key. Nə qoyduq bunun primary key? ID-si primary key-dir. İndi bunun foreign key nə olacaq? Tələbələrdə foreign key. Hansı table-la əlaqəlidir? Tələbələrdə foreign key qrup ID-dir. Demək ki, qrup target oldu və sütunları tələbənin ID-si ilə, tələbənin qrup ID-si ilə qrupun ID-si bərabər olmalıdır bir-birinə. Və burada da yenə seçirik kaskad. Okay, bax 3 dənə table-ımızın üçü də yarandı. Kurslar, qruplar və tələbələr. Kurslar, qruplar, tələbələr. Kursların atributları bunlardır, sütunlardır yəni. Qrupların atributları bunlardır və tələbələrin də atributları bunlardır. Yəni mən Yoxdur nəsə? Yəni bu da nədir? Bunları qurduq. Yəni hansı şey mən sizdən istəyirdim ki, sxemanı qurasınız. Yəni budur. Tələbələrdə var bunlar. İndi bunun belə də baxmaq olur da. Modify table eləyib buradan da baxa bilirsiniz ki, hansılar var. Bizə bunlar lazım idi. Görürsüz? Okay. İndi bax bu diaqramı çıxartmaq istəyirəm də. Bu diaqramı bizə proqram imkan verir. Üstündə sağ düymə vururam bunun. Diaqram, show diaqram eləyirəm. Baxın. Görürsüz bu hissə? Həmən diaqramdır qurdu. İndi gəlin ardıcılığını düzəldəyim bax. Bu gəlir bura. Bu da gəldi bura. Baxın. Bunu özümüz seçdik də biz.
Amma cədvəli yaradandan sonra diaqrama baxanda eyni şeydir. Kursdur, kursun adı, ünvanı, telefonu və qrupdur. Qrupun adı, kurs ID'si göstərir ki, buradan buna əlaqə var. İndi bu tam olaraq yaxşı göstərmir də, yanında kurs ID bağlıdır buna. Amma göstərir ki, bu table-dan bu table əlaqəlidir. Çünki qrupdan kursa ox gəlib. Bizdə də qrupdan kursa ox gəlmişdi. Okay? Tələbədən də qrupa ox gəlir. Bizdə də tələbədən qrup ID ilə qrupa ox gəlmişdi. İndi demək tələbənin kursunu tapanda tələbədən gəlirik qrupa, qrupdan da gəlirik kursa. Aydındır bu hissə? Qavradın? Qavraması, yəni problem deyil. Nəsə başa düşmədinsə, denən burasını başa düşmədim. İkinci dəfə deyim yenə. Hamıya aydındır. Niyə? İndi bildiniz, yəni siz Quranda nəyi səhv eləmişdiniz? Orada verilənləri tələb eləmirdim mən sizdən ki, yəni bu verilənlər olacaqdır, bunun içində bu sətirlər. Baxın, indi tutaq ki, kurs yaradırıq. Qaydaq. Sxemiya. Aha. Birdən Rabi, yerlərini dəyişək, məsələn, qrupdakı kurs aidini yazsaq, kursdakı kurs aidi, oradan... Qrupdakı kurs aidi... Qrupdakı kurs aidi nəsə? Qrupa yazmışıq kurs aidi, kursa qrup aidi yazsaq... Yox, olmaz. Hə, o səhvdir. Səhvdir. Niyə? Bax, kurs bir dənədir. Kursun çoxlu sayda qrupu var. Birin çoxu nə deməkdir? Bir kursun çoxlu sayda qrupu var. Bir kursun çoxlu sayda qrupu varsa, demək ki, yəni qrupun içində kurs sayda olmalıdır ki, qrupun kursları var da, yəni kursun qrupları var, prosta qrupun kursu var da, yəni bilir ki, qrup hansı kursa aiddir. Ona görə burada yazmalıyıq. Sən kursun içində qrup aidi yazsan, yazarsan, yazanmarsan, necə yaza bilərsən? Onu yerə array eləyəsən, burada bir dənə kurs yarat. Bax, göstərim. Bir dənə kurs yaradırıq, təzə kurs əlavə edirik. Məsələn, kurs adı deyil, nə var? Hədəf kursu yaratdım mən. Adresi də Bakı, telefonu da 123. Kursumuz var. Bir dənə də kurs yaradıram. Araz kursu. Bu da Naxçıvan tutaq ki, ya da olsun Sumqayıt, yaxın olsun. Və bunun da nömrəsi belə bir şeydir. 2 dənə kursumuz var bizim. Siz bunu yazmağa çalışırdınız bayaq. Bunu yazmaq lazım deyil sxemanı quranda. Biz indi test eləmək üçün edirik ki, hə, baxaq görə nə qurmuşuq. İndi bax, sən deyirsən ki, bura qrupun aidini yazaq. Hədəf kursunda 5 dənə qrup var. Hansını yazarsan bura? Hansı qrupun aidini yazarsan bura? Bura yaza bilərsən, qruplar deyə bir dənə sütun qoya bilərsən. Aidiləri vergüllə ayırıb yaza bilərsən, ya da array kimi yaza bilərsən, JSON kimi yaza bilərsən. Prosta sonra onu necə ki tapasan, gelib həmən qrup, buradakı qrupun kursunu tapmaq istəyəndə gərək bunu axtarasan ki, bu nəyin içindədir? Yəni, heç bir normaya uyğun deyil. Ona görə birin çox əlaqədir. Kurs bizim əsas table'ımızdır və burada yaratdıq 2 dənə kurs. İndi onun qruplarını yaradırıq. Məsələn, hədəf kursunda 2 dənə qrup açırıq. Birinci qrupumuz nədir? A qrupu. A qrupu hansı kursdadır? Hədəf kursun. Kursun aidisi nə idi? 1 idi. Okay. İndi hədəf kursunun ikinci qrupunu açırıq. B qrupu. Hədəfin B qrupunun da kurs aidisi budur. İndi bir dənə də açırıq Araz kursuna. Araz kursunda açırıq Araz C. AC yazıram bunun adını. Və AC-nin aidisi, kurs aidisi nədir? 2. İndi bunun altına hədəfə bir dənə də kurs açıram. Bunu göstərmək istəyirəm ki, ardıcıllıq vacib deyil ki, kurslar dalbadala açılsın. İndi bir dənə D kursu açıram. Bu da hədəfdədir. İndi baxın. Kurs aidi niyə burada oldu? Birin çoxu əlaqəni bax burada baxsaz görəsiniz. Bir dənə kurs var idi, hədəf kursu. Onun çoxlu sayda kursu var. Hamısı var, kurs aidisi 1 olanlar. A, B, D. Bunların hamısı hədəf kursunun qruplarıdır. Demək ki, bir dənə hədəf kursunun 3 dənə qrupu oldu. Birin çoxu əlaqə yarandı. Və onları tapanda burada aidisi 1 olanı tapırıq. A, B, D. Bu hədəf kursunun qruplarıdır. Bir dənə qrupun, hədəf qrupunun 3 dənə kursu. Hələ ki buradan gedirik də filiallara. Filiallar olsa necə olacaq? Kursun filialları olacaq. Ortaya bir dənə table salacağıq. Birin çoxu əlaqə yenə qurduq. Kursun filialları. Sonra filialın qrupları. Burada ortada bir dənə table'ımız olacaq. Kursla qrup arasında bir dənə table. 3 dənə ox olacaq. Yəni sən tələbədən kurs etmək üçün tələbənin qrupunu tapmalısan, qrupun filialını tapmalısan, filialın kursunu tapmalısan. Hələ 3 dənə ilə bir başa düşək, sonra baxarıq onlara. İndi gəlir tələbə yaradırıq. 3 dənə tələbə yaradıram. Məsələn, Anar, soyadında eyni şey, nömrəsi budur. Bu hədəf kursunun B qrupunun tələbəsidir. Demək ki, nə yazdıq? Qrup ID 2.
Qrup ID 2 nədir? B qrupudur. Və biz burada 2-yə baxanda belə bilmirik heç. Bu hansı qrupda oxuyur, hansı kursda oxuyur. İndi selektinə bunu tapaq. Bu tələbənin anarın tapmaq istəyirəm ki, hansı qrupda oxuyur. Görürsünüz bayaqdan lövhəni, hər şey oxunurdu. Görməyəndə deyin. Demək, istəyirəm ki, biləm ki, anar hansı birinci kursda oxuyur və hansı qrupda oxuyur. Nə edirik? Onun üçün SQL sorğu yazırıq. SQL sorğularımız necə idi? Bax, select, ulduz from yazırıq, tələbələr. Bu bizə tələbəni qaytardı. Budur, tələbəmiz burada aşağıdadır. İndi burada qrup ID 2 çıxdı. Bunu istəyirəm, biləm hansı qrupda oxuyur. Qrupun tapam da, 2-nin qrupunu tapam. Left join, qruplar, 10, hələ ki soruşmuram, çünki izah eləməyə çalışıram. Tələbənin qrup ID-si qrupun ID-sinə bərabərdir. Və bunu çağıranda, burada tələbələrin ulduzu, eləyək tələbələrin ulduzu, tələbənin hər məlumatı, plus qrupların ID-si. Qrupların da ID-si yox, adı. Qrupların adı. İndi bu nə bildik biz? Bildik ki, anar B qrupunda oxuyur. Hələ də bilmirik, bu B qrupu hansı kursdadır. Yəni bizdə kurslar var 2 dənə. Anar B qrupundadır, amma kursunu bilmirik. Baxın, burada qrupun kurs ID-sini də çıxara bilərik də. Qrupların kurs ID-si. Görürük ki, kurs ID-si 1-dir. Amma bir hansı kursdur? Bilmirik ki. Onu nə edəcəyik? Bir dənə də left join yazacağıq. Left join, kurslar, 10, kursların, qrupların kurs ID-si, belə deyil, fərqi yoxdur, kursların ID-si bərabərdir, belə yazmayaq amma qrupların kurs ID-si bərabərdir kursların ID-sinə. Bu zaman, və burada yazırıq ki, nə? Kurslar adı. Baxın, biz gördük ki, anar oxuyur hədəfdə B qrupunda. İndi bildiniz də necə keçdik oradan. Bax, burada 2 dənə əlaqə var. Tələbə, qrup, kurs. Birinci tapdıq tələbənin kursunu. Bir dənə join verdik. Tələbəni select-lə vermişdik. Bu tələbəni tapmaq idi. Bura qədər. 3 hissədən ibarətdir bizim. Birinci isə tələbəni tapmaq idi. Select və tələbə, from tələbə, vəsiyo. İkincisi onun qrupunu tapmaq üçün. Nə elədik? Left join yazdıq. Evdə yatmırsınız, olasınız. Yatmırsan sən evdə. Niyə? İstəyirsən? Demək, tələbənin qrupunu tapdıq. Birinci join ilə tapdıq bu tələbə hansı qrupda oxuyur. İkinci join ilə də bu tələbə hansı kursda oxuyur tapdıq. Çünki birinci join buradan bura gəldi, ikinci join buradan bura gəldi. İndi biz bayaq dedik ki, normaların pozulması. Biz kursun ID-sini tələbəyə də yaza bilərdik. Bu tələbə table'ına kursun ID-sini də qoya bilərdik. Bu zaman tələbənin kursunu tapanda 2 dənə join ehtiyac olmayacaqdı. Bunu yığışdıracaqdıq, bir dənə join verəcəkdik. Tələbədə də qrup ID olacaqdı burada, tələbənin özündə əgər kurs ID olsaydı. Onu tapacaqdıq. Amma normanın pozulmasıdır. Sadəcə bizə performans lazım olsa onu eləyə bilərik. Belə düzgün deyil. Aydındır. Kimdən başa düşmədi? Kimdən başa düşmədi? Nə tutanmadı? Bax, bu hissə. Bu hələ ki, bu dərsin əslində mövzusu deyil. Bu keçmişik, joinləri keçmişdik biz də. SQL-ləri keçmişik əslində, amma MySQL-də bir dəfə keçəcəyik. Prosta bu nədir? Birinci sorğu bizə tələbələri tapmaq üçündür. Biz bildik ki, bizim tələbələrimiz var. Bunu tapdıq. İndi bu bizdə tələbə var idi. Tələbənin qrup ID-si var da 2. İndi biz bilmək istəyirik ki, 2 hansı qrupundur. Buradan baxanda görürük B-dir. Amma sorğuda görmürük axı 2 nədir. Onun üçün nə edirik? Bir dənə left join yazdıq qruplar. Yəni yatır. Yəni sual verir sonra yatır. Yəni bu nə oldu? Sakit. Yəni bildik ki, join verəndə left join nədir? Bizim sol table'ımız əsasdır. Tələbələr əsas table'dır və bu table'ın gedib birləşdirmək istəyirik onun qrupuna. Və bu zaman biz bildik ki, qrupuna tələbənin qrupunu tapacağıq. Prosta hansı şərt daxilində tapacağıq? Bizdə tələbədə nə var? Qrup ID var. Tələbənin qrup ID-si qrupun ID-sinə bərabər olmalıdır. 10 yazılan bu hissə var. 10 yazılan bu hissə ki var. Bu sadəcə bildirir ki, qrup hansı bu tələbənin qrup ID-si hansı qrupa bağlıdır. Sonra növbəti
kursu da eyni ilə. Kurs da qrupa bağlı idi deyə. Kursdakı baxır. Kursda qrupda kurs ID var. Qrupun kurs ID-sinə var. Bəli, qrupun kurs ID kursun ID-sinə bərabərdir. Yaz görün indi. Ora from tələbələr. Gəl yazaq indi. Davamını da görməsə verəcək. İndi mən tələbənin qrupunu tapmaq istəyirəm. Let's join. Yəni, left join, hə. Let's join. Left join. Tələbə. Tələbənin kursunu tapmaq istəyirsiniz? Hə. Tələbənin qrupuna hələ qrupuna. Ondan qabaq nə? Left join-dan sonra nə yazılır? Hansı table-a əlaqə qurulacaq? Left join nə qururuq? Qrupla əlaqə. Tələbə qrupla əlaqə qurulacaq. Hansı şərt daxilində qurulacaq? Onunla yazırıq. Yəni deyirik ki, tələbənin qrup ID-si bərabərdir qrupun ID-sinə. Bunu qurduq. İndi bunun təzədən tapmaq istəyirəm, qrupun da kursunu tapmaq istəyirəm. Sonra left join yazsan kurslar. Və kursların şərtini yazırsan. Nədir? Kurslar necə ola bilər? Kurs qrupa bağlı idi axı. Qrupların kurs ID-si kursların ID-sinə. Amma biz buna join verməsək, birinci join-u verməsək, bu join-u verə bilmərik. Çünki bizdə tələbədə kurs yoxdur. Tələbədə qrup var. Biz kursa getmək üçün birinci tələbənin kursunu tapmalıyıq. Qrupunu tapmalıyıq, sonra kursunu tapmalıyıq. Ola bilər biz heç lazım deyil. Biz istəyirik ki, sadəcə tələbənin adını görək, kursunu görək. Biz amma məcburuq yenə də qrupunu tapmalıyıq. Çünki qrupunu tapmamış, gedib onun kursunu tapa bilməyəcəyik bu vəziyyətdə. Baxın, indi bunu elədik, sorğunu çağırırıq, işlədi. İndi mən istəyirəm ki, tələbənin ancaq adı çıxsın, tələbənin adı və onun kursunun adı çıxsın. Heç qrup lazım deyil də mənə. Baxın, qrupu çıxartmıram. Tələbə qrup. Hansı tələbədə hansı kursda oxuyur? Hədəf kursunu oxuyur ana. Məsələn, 2 dənə şey çıxartdı. Amma məcbur idik ki, biz bunun qrupunu da tapaq. Çünki qrupu tapmamış, gedib bunun kursunu tapa bilməyəcək. Elə qurmuşuq çünki tələbə, qrup, kurs. Aydındır. Amma o da normalların pozulmasıdır. Yəni bu table-da ehtiyac yoxdur normal pozulmağa. Çünki elə bir performans ikisi verməyəcək. Aydındır hamıya.